Gəlin birlikdə bu sualın izahına baxaq. Maraqlı sualdır. Baxaq. Mənfi olmayan ABC həqiqi ədədlər üçün ifadənin ala biləcəyi ən kiçik dəyəri tapın. Burada biz Cauchy bərabərsizliyindən istifadə edəcəyik. İki ədədin ədəd ortası həmişə onların kvadratik ortasından böyük olur. Bunu belə də yaza bilərik. A plus B böyük bərabərdir 2 kök altı AB-dən. Bunu yazdıq. Daha doğrusu həndəsi ortasından həmişə böyük bərabər olur. İndi bunu yazdıq. Bundan istifadə edəcəyik. Bu burada qalsın. İndi gəlin burada sadələşdirmə aparmağa çalışaq. İlk öncə mən B plus C ifadəsini bir x deyirəm. A plus C-yə bir y dedim. A plus B-yə isə z deyirəm. İndi S dəyəri olur. İndi gəlin bunları sadələşdirməyə çalışaq. Sadələşdirən üçün tərəf-tərəfə gəlin toplayaq ilk öncə. Görürük ki, hər birindən 2 ədəddir. 2 vurulsun A plus B plus C bərabərdir x ilə y z-in cəmini. İndi buradan biz tapsaq nəyi? A plus B plus C cəmini görərik ki, x, y, z cəminin yarısına bərabərdir. Aha, indi bundan istifadə edəcəyik. A nəyə bərabərdir? A-nı mən yaza bilərəm. A plus B plus C cəmi çıxılsın B plus C kimi yaza bilərəm. Bunu tapmışdıq. X, Y, Z bölünsün ki, B çıxaq Z-yə də biz nə demişdik? B üzərinə gəlsin Z-yə də bir dənə X demişdik. Çıxılsın X-ə bərabərdir. Bu da bizə nəyi verər? Y üzərinə gəlsin Z, çıxılsın X bölünsün 2-ni verər. A-nı deməli belə ifadə edə bildik. A-nın yeni bir ifadə eləmək vasitəsi tapdıq. Keçək digərinə, məsələn B-nin ifadəsinə baxaq. B-ni də yaza bilərəm. A plus B plus C çıxılsın A plus C cəmi kimi yaza bilərəm. X, Y, Z bölünsün 2 çıxılsın A plus C-yə də Y demişdik. Bu da bizə verər X ilə Z-in cəmi çıxılsın Y bölünsün 2. Bu da bizim B-nin yeni ifadə vasitəmiz. Keçək C-ni ifadə eləməyə. Bunu da yazırıq A, B, C cəmi çıxılsın A plus B kimi. X, Y, Z bölünsün 2 çıxılsın Z demişik A plus B cəminə. Bu da bizə verəcək X, Y cəmi çıxılsın Z bölünsün 2-ni. Bu da bunun ifadəsi. İndi davam edək suala. Gətirək yerinə qoyaq bu verilən ifadədə. C bərabərdir 9 A nə idi? İndi 2-ni məxrəcdə yazacağım. Hamısında var. Y üzərinə gəlsin Z çıxılsın X bölünsün 2. B plus C cəmi X demişdik. Bunu belə ifadə elədik. Keçək digərinə. B nə idi? 16 vurulsun X üstə gələk Z çıxılsın Y bölünsün 2 vurulsun nə? A plus C cəmi də Y idi. Üzərinə gəlsin 49 vurulsun. S nə idi? S. X, Y toplayırıq, çıxırıq Z. Bölürük 2 vurulsun nəyə? Z-də. Bu bizim S-imizdir. Baxın, S-in aldığı qiymət budur. İndi biz burada sadələşdirmə aparmalıyıq. Görürük ki, hər birində məxrəcdə nə var? Baxın, 2 var. Yəni, 2-də 1-i mötərizə xaricinə çıxaraq. Bu zaman qalar və alınan ifadəni də gəlin birbaşa məxrəcə bölək. 9y bölünsün x üzərinə gəlsin. 9z bölünsün x çıxılsın. 9x-i də böləndə x-ə 9 üzərinə gəlsin. 16x bölünsün y üzərinə gələk. 16z bölünsün y çıxılsın. 16y də böləndə y-ə çıxılsın 16 üzərinə gəlsin. 49x bölünsün z üzərinə gələk 49y bölünsün z çıxılsın 49. İndi burada artıq deməli bu bərabərsizliyi, Cauchy bərabərsizliyini tətbiq edə bilərəm. İndi mən burada bir-birinin tərsi olanlardan götürüb bir qruplaşdıracağım ki, istifadə etmək daha rahat olsun. 9y bölək x yazdıqdan sonra yazacağım 16x bölünsün y. Üzərinə gəlsin 9z bölünsün x. Üzərinə gələk 49x bölünsün z yazıram. Üzərinə gəlsin 16z bölünsün y. Üzərinə gələk 49y bölünsün z yazıram. İndi bu ifadəni gəlin hesablayaq.
mənfi 9, o mənfi 25, çıxanda da 49 neçə verər? Bizə mənfi 74 verər. Yəni çıxılsın 74. Bu bizim ifadənin qiymətidir. Gəlin hesablayaq. 2-də 1. İndi mən burada baxın. Bunları ayrı-ayrı qruplaşdırıb, baxın bir bunu, bir bunu, bir bunu ayrı-ayrı qruplaşdırıb koşini tətbiq edirəm. İndi bunların cəmi 9y, 9y bölünsün x üzərinə gəlsin 16x bölünsün y bərabərdir 2 vurulsun bunların hasili. X'lər y'lər gedir 9 vurulsun 16. Bu bizə 12'ni verər. 12'ni də 2'yə vurduqda 24. Deməli baxın bu ifadənin minimal qiyməti 24'dür. Keçirəm digərinə. 9z bölünsün x üzərinə gəlsin 49x bölünsün z bərabərdir 2 vurulsun kök altda. Bunlar ixtisar gedir deyə birbaşa yazıram. Bu nədir? 3 vurulsun 7 21. Bunu da vurduqda 42. Deməli bu ifadənin minimal qiyməti 42'dir. Yəni minimum qiyməti 42'dir. İndi sonuncuya baxıram. 16z bölünsün y üzərinə gələk 49 y bölünsün z kök altda 2 16 vuraq 49. Bu bizə nəyi verir? 4 vurulsun 7 28. 2'yə də vurduqda burada elədi 56. Bunda minimum dəyərini biz tapdıq 56. Qeyd edim. Burada 56. Bunları toplasaq 24'ün üzərinə 42 gəlsək 56, 56'nın üzərinə 56 gəlsək neçə edər? 112, 112'dən də çıxsaq 74 eləyər. Deməli 112 122, 122'dən də çıxsaq 48. 48'in də 2'də 1 hissəsi bizə verər 24'dür. Yəni yekun cavab 24'dür və A variantı. Həqiqətən maraqlı bir sual idi.